ki, Azərbaycanın dediyim kimi generalları məhz bu işin içərisindəymiş. Diqqətlə dinləyin bu videonu. Çünki Tural Sadıqlı düz deyir. Elçin Quliyev, o cümlədən Elçin Quliyevi Müdafiə Naziri təyin etmək istəyən Altay Həsənov bunlara geniş şərait yaradıb ki, bunlar narkotik alveri ilə məşğullar. Və Mişail Cabbarovun Şahin Bağırovu narkotik alveri ilə məşğuldur. Ayın 27-si sentyabr Gürcüstanda 200 kiloqram heroin aşkarlanıb. Ayın 4-ü oktyabr isə biz ifşa etdikdən sonra sərhəd qoşunları açıqlama yayır ki, güya 27-si 510 kiloqram Xəzərdən narkotik tutulub. Necə ola bilər? Narkotik tutulubsa tərkibi nədən ibarətdir? Ümumiyyətlə video hardadır? Elçin Quliyev və Şahin Bağırov Bəylər Eyyubov narkotik alveri ilə məşğuldur.